Hamıya salam. Bugünkü videomuzda biz Konstitusiya Məhkəməsinin 8 may 2023-cü il tarixli plenum qərarını sizinlə öyrənəcəyik. Bugünkü plenumda Cinayət Prosessual Məcəlləsinin 49, 8, 48 və Cinayət Məcəlləsinin 307-ci maddələri əlaqəli şərh olunur. Konstitusiya Məhkəməsinin bu plenumu ağır və xüsusilə ağır cinayəti gizlədən və xəbər verməyən şəxslər barəsindədir. Belə ki, ağır və xüsusilə ağır cinayət törədilir. Şəkildə gördüyünüz kimi, misal üçün Əli öz həyat yoldaşını öldürüb. Onun dostu Vəli isə bu cinayəti görüb, o cinayət barəsində polisə və ya məhkəməyə, ümumiyyətlə istintaq orqanlarına xəbər vermir və beləliklə ağır və xüsusilə ağır cinayəti gizlədə bilər və yaxud da ki, xəbər verməyə bilər. Xəbər verməmə pasiv hərəkətlərdən ibarətdir, gizlətmə isə burada aktiv hərəkət, hər hansı hərəkət edərək ağır və xüsusilə ağır cinayəti gizlədə bilər. Deyək ki, hadisə yerinə qalmış silahı kənara ata bilər və yaxud da hər hansı cinayəti izlərini silə bilər və bu da Vəlinin törətdiyi əməldir. Bu əməl Cinayət Məcəlləsinin 307-ci maddəsində qeyd olunub. İndi isə prokurorluğun Konstitusiya Məhkəməsinə niyə müraciət etdiyinə gəlin toxunaq. Prokurorluq istintaq təcrübəsində qeyd edir ki, 307-ci maddə ilə cinayət təqibi aparılarkən burada ağır və xüsusilə ağır cinayətin yekun hökmdə, məhkəmənin yekun hökmdə ona qiymət verilməlidir və həmin cinayətlər üzrə hökm qüvvəyə mindikdən sonra 307-ci maddə ilə deyək ki, Vəlinin barəsində şərt olaraq təqib davam etdirilməlidir. Ona görə də ağır və xüsusilə ağır cinayət qüvvəyə, yəni o bayaqki burada adam öldürmə Əlinin törətdiyi əməllə bağlı cinayət təqibi məhkəmənin yekun hökmü qanuni qüvvəyə minənədək Vəlinin, yəni cinayəti gizlədən və ya xəbər verməyən şəxsin barəsində istintaq dayandırılır. Çünki ola bilsin ki, Əlinin törətdiyi əməl məhkəmədə sübut olunmasın və yaxud da ki, Əliyə nisbətən daha yüngül maddə ilə ittiham olunsun. Yəni onun əməli ağır və xüsusilə ağır cinayət olmadıqda Vəlinin törətdiyi əməl artıq cinayət hesab edilməyəcək. Və prokurorluq qeyd edir ki, burada Cinayət Prosessual Məcəlləsinin 53-cü maddəsi ilə onlar Vəlinin barəsində cinayət təqibini dayandırırlar. Prokurorluğun qənaətinə görə ağır və xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmədiyi halda şəxsin, yəni Vəlinin Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilərək məhkum olması qanuni və əsaslı hesab edilə bilməz. Və Cinayət Məcəlləsinin 307-ci maddəsinə biz cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə maddəsini görəcək. Burada 3 əməl qeyd olunur 307-ci maddədə. Birinci əməl ağır və xüsusilə ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə 2 ilədək sanksiya qeyd olunur. Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə 3 ilədək azadlıqdan məhrum etməklə sanksiyası qeyd olunub, yuxarı həddi. Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə isə 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cinayəti ilə cəzası ilə həmin şəxslər cəzalanır. Lakin prokurorluq qeyd edir ki, ağır və xüsusilə ağır cinayəti törədən şəxslər bu cinayəti gizlədən və ya xəbər verməyən şəxsin barəsində cinayət təqibini birləşdirə bilmir. Amma yaxşı olardı ki, həmin şəxslər barəsində təqib birləşdirilsin. Çünki bir təqib həyata keçirilir və daha sonra ikinci bir təqib gözlənilir. Burada vaxt itkisi olur, həmçinin cinayəti gizlədən və ya xəbər verməyən şəxsin barəsində yəni icraatın vaxtında və tez həyata keçirilməsi təmin olunmur. Yəni onun barəsində təqib dayandırılır. Amma Cinayət Prosessual Məcəlləsinin 49-cu maddəsinə əsasən cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar birləşdirilə bilməz. Bir icraatda həmin məsələlərə baxıla bilməz. Və prokurorluq az öncə göstərdiyim Vəli, yəni cinayəti xəbər verməyən və gizlədən Vəli şərt olaraq ona belə adlandıraq, həmin şəxs barəsində təqib təqsirlənilən şəxs qismə cəlb edilmə olan şəxs müəyyən olmadıqda əsası ilə dayandırılır. Və amma burada
vəli məlumdur, istintaqda məlumdur və həmin şəxsin 53.1-ci maddəsinin, yəni təqsirlənən şəxs müəyyən olmadığı maddəsinin dayandırılması da maraqlı bir təcrübədir. Və digər bir məsələ, əgər vəli ağır və xüsusilə ağır cinayəti xəbər vermirsə, həmin şəxsin cinayət məsuliyyəti cəlb olunması, orada 2 il keçdikdən sonra həmin şəxs cinayət məsuliyyətindən azad olunur. Çünki Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə 2 il müddət keçdikdə şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməz və burada da görürsünüz ki, CPM-in 53.7-ci maddəsinə əsasən həmin müddət axımını dayandıran hallar mövcuddur. Şəxs istinaqdan və məhkəmədən gizlənərsə və yaxud da ki, sülh və insanlıq əleyhinə müharibə cinayətləri törədildiyi hallarda həmin müddət axımı hesablanmır və vəlinin barəsində cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməlidir, əgər 2 il müddət keçərsə. Konstitusiya Məhkəməsi həmçinin qeyd eləyir ki, cinayəti törədən şəxs, yəni bax buradakı Əli barəsində bəraətverici olmayan əsaslarla təqibə xitam verilərsə, vəli barəsində cinayət təqibi davam etdiriləcək. Çünki Əli günahkardır, təqsirlidir, lakin bəraətverici olmayan əsaslarla deyək ki, o anlaqsız şəxs hesab oluna bilər və yaxud da ki, dünyasını dəyişə bilər və digər əsaslarla barəsində cinayət təqibi xitam verilərsə, bəraətverici olmayan əsaslarla əlbəttə ki, vəli barəsində təqib davam etdiriləcək. Çünki burada istintaqa aparan orqan həmin məqamda qeyd edir ki, bu cinayət mövcuddur, cinayət əməli mövcuddur, təqsirləndirilən şəxs mövcuddur, lakin müəyyən əsaslarla təqibə xitam verilir və vəlinin barəsində də cinayət təqibi davam etdirilməlidir. Konstitusiya Məhkəməsi bu nəticəyə gəlir ki, 53-cü maddədə Cinayət Prosessual Məcəlləsinin 53-cü maddəsində əlavə bir əsas qeyd olunsun ki, məhz cinayətin, ağır və xüsusi ağır cinayəti xəbər verməyən və gizlədən şəxs barəsində təqibin dayandırılması əsasa Cinayət Prosessual Məcəlləsinin 53-cü maddəsində qeyd olunmağını deməli Milli Məclisə tövsiyə edir. Həmçinin Cinayət Məcəlləsinin 75-ci maddəsində ağır və xüsusilə ağır cinayət barəsində xəbər verməmə cinayəti ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının hesablanmasının fərqli qaydasının təsbit edilməsi Milli Məclisə tövsiyə olunur. Çünki az öncə qeyd etdiyim kimi vəli bax bu cinayəti xəbər vermirsə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş hesab olunur və Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən 2 il müddət keçirsə cinayətin törədilməsindən, o halda vəlinin də barəsində təqibə xitam verilməlidir. Çünki müddət axımı, cəlb etmə müddəti burada hesablanmış olur, 2 il müddət keçmiş olur. Ona görə də şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Cinayət və Cinayət Prosessual Məcəllələrinin müvafiq normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək 3.7-ci maddə ilə təsbit olunmuş cinayət əməlləri ilə bağlı cinayət təqib üzrə icraatlar barəsində xəbər verilməyən və qabaqcadan vəd edilmədən gizlədilən ağır və xüsusi ağır cinayət işləri üzrə məhkəmə hökmünün qanuni qüvvəyə minənədək dayandırılsın. Yəni və əlinin barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək vəlinin barəsində cinayət təqibi dayandırılsın və yalnız bu hökm qüvvəyə mindikdən sonra vəli də cinayət təqibinə məruz qalmaqda davam etsin. İnanıram ki, bugünkü videomuz sizin üçün maraqlı oldu. Hər hansı suallarınız varsa, ola bilsin ki, videoda nəyisə başa düşmədiniz, sizin üçün qaranlıq qalan məqamlar varsa, şərh bölməsində əlavə edə bilərsiniz. Sağ olun, hələlik.